Yanımda Hüseyin var. Gəl Hüseyin. Əsəbləşəndə ilk etdiyim şey nə olur? Mən də əsəbləşəndə məncə divara yumruq vurmaq. Məncə Davud ən çox YouTube-dan istifadə eləyir. Yəni YouTube-a həvəsi var da məncə. Hamı salamlar dostlar, mən Vüqar Hüseyin. Bu gün sizinlə nə videosu çəkirəm? Başdan dostlar, bildiyiniz kimi bu gün sizinlə dostum məni nə qədər tanıyır videosu çəkirik və yanımda Hüseyin var. Gəl Hüseyin. Hamıya salam dostlar. Mən o bir videodan xatırladığınız kimi mən bu Davudun səhifəsində ikinci dəfə də iştirak edirəm. Mənim də öz səhifəmi açmışam. Davud Pıralda bir yerə. Altda dostlarım qoyacağım səhifəsində. Girib ona da ki, takiplər atmağı Çox sevinərəm. İndi dostlarım, əgər belə videolar istəyirsə, aşağıdan kanala like atıb abunə olmağı və aşağıdan çıxan Instagram səhifəmə follow atmağı unutmayın. Hal-hazırda deməli əlimizdə belə sualları mən yazmışam. İndi Hüseyinə verəcəm bu sualları. Hüseyindən isə nəyi xahiş edirik? Bu sualları cavablandırmasını. İndi başlayaq. Görürüm mikrofon işləyir. Keçən videodan sonra biraz pis olur. İşləyir. Kağız üstü götürdüm. Başlayaq ilk. Mənim ən sevdiyim futbol komandası hansıdır? Ümumi yoxsa belə? Hə, ümumi. Qarabağ. Yox, səhvdir. Mənim ən sevdiyim futbol komandası dostlarım Real Madriddir. Real Madrid? Mən Real Madridi həqiqətən də çox xoşlayıram. Uşaqlıqdan bəri xoşlayıram. İndi bunu çox adam bilir. Mənim ən sevdiyim yemək nədir? Yemək nədir? Onu çox tez-tez istifadə edirəm, yəni sözü. Yarpaq dolması. Yox, yanında üç bacı dolması. Ayda! Tez istifadə edirəm. Deməli, indi üçüncü sualımıza keçək. Mənim ən çox sevdiyim rəng nədir? Rəng? Bunu da demişəm, çox videomda demişəm. Çox videomda demişəm. Mavi. Hə, mavi rəngdir. Tam belə dostlarım, mavi açıq mavi. Uşaqlar, bu arada mən bu suallarımı cavablandırmağımın səbəbi də var. Mən bu məhəlləyə, yəni az müddətdə gəlmişəm, bir 2-3 aydır. Davudla da mən də tanışdığım elədim. Bəli dostlarım, bayaq telefon çox isindi deyə ona görə videonu söndürməli olduq. Hal-hazırda bu günəşdə var dostlarım, sizə video yaratmağa çalışırıq. Siz də ki bir like, abunəni bizə çox görməyin. Harada qalmışdıq? Mənim ən çox sevdiyim rəng nədir? Ən çox sevdiyim rəng nədir? Orada qalmışdıq. Mavi. İndi həmin sual verəcəm. Mən böyüyəndə nə olmaq istəyirəm? Uşaqlar, bu Davudu bu hamı bilir, məhəllədə hakim olmaq istəyir. Bəli, doğru cavabdır. İndi burada da qeyd eləmişəm. Mən əsəbləşəndə ilk etdiyim şey nə olur? Mən də əsəbləşəndə məncə divara yumruq vurmaq. Yox, o səhv cavabdır. Mən əsəbləşəndə dostlarım çox zaman özünü daha da sakitləşdirməyə çalışıram. Çünki bir-birimizi vuranda, döyəndə, məsələn də kiməsə qarşı vuranda, döyəndə nə olacaq? Və yaxud da ki, məsələn də kiməsə görə əsəbləşmişəm. Divara da yumruq vuranda ona bir şey olmayacaq. Əsas o ki, sənə bir şey olacaq. Ona görə özünə ziyan verməyi məncə mənasızdır. İndi başqa nə sual var burada? Aha, mikrofonumuz da yanır. Mənim ən böyük xəyalım nədir? Ən böyük xəyalım. Bir dənə fikirləşim. Ən böyük xəyalım. Ən böyük xəyalın sənin. Aha. Yeşə bir YouTube səhifən olmağı. Doğru cavabdır. Deyəsən çox fikirləşdin, deyəsən şey yaradı. Davud o qədər video çəkirdi. Abunələri çox görməyin də. Bu videoya bu arada neçə like gəlsə, Məncə 10. Məncə bu videoya 20 like da belə 20 olsun. 10 çoxdur. 20. 10 azdır. 20. 10 belə like gəlsə dostlarım, sizinlə birlikdə video yenidə çəkəcəyik. Bu arada bu videonu Hüseynin də kanalında çəkəcəyik. Hüseyin də kanalından girib izləyə bilərsiniz. Bayaq qoymuşdum orada. Açıqlamada da olacaq kanalı. İndi isə mənim ən sevdiyim içki nədir? Bu çox asandır. Su məncə. Bəli, su olacaq da. İstədiyi sudur. Eləsi var, soxsa deyil, amma hamı ən çox su Su belə yaxşıdır. Adam çox susuzlayanda su içir. Çox məncə elə də yaxşı deyil. İkinci növbədə bayaq dostlarım bir dənə adam gəldi deyə, yanımıza. Ona görə biz videonu söndürməli olduq. İndi
davam edirik. Bir dənə əmi gəlib deyir ki, video çəkirsiniz. İndi hal-hazırda ən çox hansı tədbirdən istifadə edirəm sualını verəcəkdim. Bu məlumdur. Məncə Davud ən çox YouTube-dan istifadə eləyir. Yəni YouTube-a həvəsi var da məncə. Siz dostlarım, niyə YouTube ən çox vaxtımı burada keçirdirəm. Bütün kinolara, zada burada baxıram. Allah bilir 5 dəfə baxıram bir kinoya ki, başım qarışsın yay tətilində, həm də gəlirəm məhnəyə. Ən çox YouTube-dan istifadə edirəm. Bir də ki, 1-2 dənə YouTuberlər var, bir çox YouTuberlər var, onlara da baxıram. İndi isə hansı sualı verəcəkdim? Mənim ən sevdiyim fən nədir? Sən dərsdə də, Dərsdə, fəndə fən. Davud oxuyan uşaqdır. Tarix. Tarix düzdür. Bu mən Hüseynə bir dəfə demişdim. Çünki hamı danışırdı fənlərini. Mən də demişdim tarix fənnini daha çox xoşlayıram. Həqiqətən də dostlarım, çox adam deyir ki, tarix maraqsızdır, tarix belədir, elədir. Amma mənim üçün tarix bir nömrədir. Uşaqlar düzün deyim, mənim də xoşuma gəlmir tarix. Elə bir ilin yarısını tarix oxuyuram, yarısını oxumuram. Mən tarixi ən xoşladığım fəndir. Ən çox dostlarım, tarixi oxuyuram. Ən çox da ki, bəyəndiyim fən odur. İndi isə ən sevdiyim hobbi nədir? Hobbi. YouTube-a video atmaq dostumla birlikdə. Yox, YouTube-a video atmaq deyil. Ayda, onda şeydir. Yox, dostumla birlikdə yox, amma YouTube-a video atmaq var. Yəni ki, hobbimdir ki, video çəkim. Mən bu dostlarım maraq eləyirəm, sadəcə hobbi kimi də maraq eləyirəm. Uşaqlar, məncə bu YouTube-a həvəsi olmasaydı, məncə futbol idi. Məncə futbola həvəsin olardı. Dostlarım, futbol oynamaqdır bir hobbim. Başqa hobbim var mənim, qoyub biraz özüm də düşünüm. Başqa. Yox, elə də mənim başqa dostlarım, hobbim yoxdur. Bir də ki, tarix oxumaq ola bilər. Nəysə, məncə Hüseyin buradan sayaq görən neçə sualdan neçəsini cavablandıra bildi. Mənim ən sevdiyim... Bunu yox, 2, 3... Bunu mən dedim deyə, rəngi dostlarım mən dedim deyə. Amma bunu cavablandıra bildin. Bunu cavablandıranmadın 4. Mənim ən böyük xəyalım nədir? O elədim. Bunu cavablandıra bildin. Mikrofonlarımız da yanır. Ən sevdiyim içki. Bunu da cavablandıra bildin. Ən çox hansı tədbiqdən istifadə edirəm? Bunu da cavablandırdın. Ən sevdiyim fən nədir? Bunu da cavablandırdın. Ən sevdiyim hobbi nədir? Bunu da cavablandıra bildin. Onda 6'sını cavablandıra bildin dostlarım. Məncə gözəl nəticədir. İndi gərək Davud nə qədər sayı. O videonu isə Hüseynin kanalından izləyə bilərsiniz. Sizləri çox sevirik dostlarım. Hələlik sağ olun, salamat qalın. Bəyənib, like atmağı unutmayın və aşağıdan çıxan Instagram səhifəmə follow atmağı unutmayın. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın.